O metodla əldə olunan nəticə həqiqətən təsir edicidir. Uzunu desəm, bu indiyə qədər sınadığım ən təsirli və maraqlı üsullardan biridir. Bu, nə çətindir, nə də qəribə məhsullar tələb edir və çox sadə bir şeyə əsaslanır. Bir çox insanın bilmədiyi qədim bir usula və bu gün sənə addım-addım izah edəcəyəm. Əksər insanlar stil kokaltı hazırlayır və bir bitki ilə kifayətlənirlər. Bir budağı kəsirlər, torpağa sancırlar, gözləyirlər və is bitir. Amma çox az adam düşünür ki, bəlkə həmin budaqdan daha çox sey almaq olar. Bəlkə həmin odun bir bitki əvəzinə 2 bitki verə bilər. Və cavab bəlidir. Və nə üçün istədiyini başa düşəndə artıq heç vaxt əvvəlki kimi çoxaltma etmirsən. Bu metod heç yerdən çıxmayıb. Bu usul Şimali Amerikaya gələn ilk ingilislərin meyvə ağaclarını necə çoxaltdıqlarından ilhamlanır. Onların fidanlıqları yox idi, kimyəvi hormonları yox idi, təlimat kitabları yox idi. Onlar təbiəti müşahidə edirdilər, odunun necə reaksiya verdiyini anlayırdılar və rütubəti nəzarətdə saxlayırdılar. Belə texnikalardan məhz buradan yaranıb. Və indi isə keçək prosesə. Çünki burada duzvun etmək və ya stili itirmək arasındakı fərq var. Heç kim də stilini itirmək istəmir. İlk etdiyimiz şey bir budaq kəsməkdir. Və bunu əvvəldən aydınlaşdırmaq vacibdir. Biz hava stili akordu ekmirik. Budaq tamamilə kəsilib, ana bitkidən ayrılıb. Bu, ilk dəqiqədən stili. Təxminən 55 cm uzunluğunda bir stilə ehtiyacımız var. Bu halda mən bunu ən çox minnətdar olan əncir ağacı ilə edəcəyəm. Amma bu usul sitrus meyvələrində, mar, zeytun və əksər odunsu meyvə ağaclarında da mükəmməl işləyir. İndi ənənəvi dəmir nal götürürük və bunun çox aydın bir funksiyası var. O hissə vacibdir. Stilin malin üzərinə qoyuruq və tədricən teli və ya plastik bağlarla əyərək tam olaraq o formaya salırıq. Hər iki tərəfdən yuxarıda təxminən 7, 8, 9 və ya hətta 10 cm çıxıntı qalır. Bu o hava hissəsi olacaq. Stil artıq lentlənib, bərkidilib və nalin üzərinə sabitlənəndən sonra indi metodun ən vacib məqamlarından biri gəlir. İndi stilin aşağı hissəsində məhz nalın yanında torpağa bastırılacaq hissədə 2 pəncərə, 2 təmiz kəsik edəcəyik. Həmin iki sahədə qabiqi çıxarırıq, səthdəki canlı ağacı tamamilə təmizləyirik və əgər varsa, kambiumu yaxşıca qasıyırıq ki, ağac tam təmiz qalsın. Buna niyə edirik? İtkini məhz orada reaksiya verməyə məcbur etmək üçün, köklərin məhz həmin pəncərələrdən çıxması üçün. Pəncərələri açdıqdan sonra yaraların üzərinə birbaşa aloe vera çəkirik. Aloe köklənməni stimullaşdırır və ağacın düzgün sağalmasına kömək edir. Sonra üzərinə toz darçın səpirik, bu da təbii göbələk əleyhinə vasitə kimi təsir edəcək. İndi isə at malinin rahat yerləşə biləcəyi geniş bir dibzəyi axtarırıq. Bütün komplekti yerləşdiririk və at nalını stillə birlikdə tamamilə torpağa bastırırıq. Yalnız üst hissəni, əvvəl saxladığımız o bir neçə santimetri çöldə qoyuruq. Həmçinin substrat yaxşı, boş, havalı, suyu yaxşı keçirən və suvarma zamanı bərkib qalmayan bir torpaq olmalıdır. Güclü gübrə ilə zəngin bir torpaq axtarmırıq. Elə bir torpaq axtararıq ki, kifayət qədər nəm saxlasın və kökün nəfəs almasına imkan versin. Burada bir çox insan bilmədən səhv edir. Çox ağır torpaqdan istifadə edirlər və ya kömək etdiklərini düşünərək həddindən artıq suvarıyırlar, amma nəticədə yalnız stilin cürməsinə səbəb olurlar. Və bunu yaxşı başa düşmək vacibdir. Bir stil su çatışmazlığından yox, artıq sudan olur. Əkdikdən sonra suvarma minimum olmalıdır. Torpaq biraz nəm olmalıdır. Nəmis, su içində və ya palçıq kimi yox. Barmağını torpağa soxub sərinlik hiss edirsənsə kifayətdir. Başqa heç nə etməyə ehtiyac yoxdur. İndi isə əsas bir hissə gəlir ki, bir çox adam bunu oturur və sonra göbələklərin niyə əmələ gəldiyini başa düşmür. Paketlə bağlayıb istixana effekti yaratmazdan əvvəl təbii bir göbələk əleyhinə vasitə tətbiq etməliyik. Heç bir kimyəvi, heç bir qəribə şey yoxdur. Çox asan hazırlanır. 1 litr suya bir cimlik darçın əlavə olunur, yaxçızı qarışdırılır və sonra qəhvə filtri və ya incə bir parça ilə süzülür. Bunu bir ciləyiciyə toxub, stilin bütün yerüstü hissəsinə ciləyirik. Bu çox vacibdir, çünki mini istixananın içində rütubət çox yüksək səviyyədə qalır və qabaqlayıcı tədbir olmadan rütubət göbələklər üçün ideal şərait yaradır. Hər iki uc gündən bir qısa müddətli acıdırıq, yenidən cilləyirik və sonra yenidən bağlayırıq. Heç bir çətinlik yoxdur və problemlərin 90%-ni qarşısını alır. Bütün hissələri təbii göbələk əleyhinə vasitə ilə cilədikdən sonra hər şeyi tamamilə plastik torba ilə örtürük, bu torba şəffaf və ya ağ ola bilər.
Əsas odur ki, isegin keçməsinə imkan versin. Torba bütün stili, o cümlədən yerüstü hissəni tam örtmalıdır və yaxşıca bağlanmalıdır ki, istixana effekti yaransın. Bu addım əsasdır. Onu niyə əqrəbir? Çünki stil kok atana qədər susuz qalmamaq üçün çox yüksək nisbi rütubətə ehtiyac duyur. Bu, bir çox stilin uğursuz olmasının əsas səbəblərindən biridir. Çox adam nə göbələyə əleyhinə qabaqlayıcı tədbir görür, nə də lazımi rütubəti saxlayır və bu davamlı rütubət olmadan stil kok atmaq üçün lazım olanı əldə edə bilmir. Torbanı bağladıqdan sonra dibcəyi dolayı isik olan bir yerə qoyuruq. Heç vaxt birbaşa günəsə yox. Birbaşa günəş stili susuzlaşdırır və əvvəlki bütün zəhməti puç edir. Sakit bir yer axtarırıq ki, külək davamlı olaraq vurmasın. Bu vacibdir, çünki torba daim tərpənsə, tumurcuqları sürtünə, stili tərpədə və ya bərkidiciləri boşalda bilər. Məqsəd çox aydındır. Stil mümkün qədər sakit dursun, yumşaq və sabit isikdə, kəskin dəyişikliklər olmadan. Bu cür bitki enerjisini ozunu qorumağa yox, indi əsas olan isə kök salmağa sərf edə bilir. Həftələr keçsə və yuxarıda tumurcuq görməsən, narahat olma. Çox vaxt bitki əvvəlcə aşağıda işləyir, əvvəlcə həyatı təmin edir, sonra tumurcuq verir. Bu cür çoxaltmalar ənənəvi olaraq həmişə azalan ayda edilirdi. Bu xurafət deyil, müşahidədir. Azalan ayda sirə aşağıya doğru hərəkət edir və bitki kökdə daha yaxşı cavab verir. Buna görə də qədimlər və bu texnikalardan istifadə edən ingilislər də həmin vaxtı nəzərə alırdılar. Həftələr keçdikcə görəcəyik ki, stil daha möhkəm, daha dayanıqlı olur. Bu artıq aydın bir isarədir ki, torpaqda, aşağıda nəsə bas verir və bir çox hallarda hətta kiçik tumurcuqlar da görünməyə başlayacaq. Artıq stildə o möhkəmliyi hiss etdikdə, təxminən 5-6 həftə keçəndən sonra həqiqət anına çatırıq. Bu, həqiqətən istəyib istəmədiyini yoxlamaq vaxtıdır. Burada heç bir hilə yoxdur. Sadəcə dibcəyi ehtiyatla tərsinə çeviririk və tam şəkildə canlı nalı, yəni stili malı ilə birlikdə çıxarırıq. Məhz o anda bütün zəhmət görünür. Həqiqətən heyrətamız miqdarda kokteyllər görünür. Sağlam, ağ, güclü köklər. Şübhəsiz, təsiri qizidir. Amma bu bundan bitmir, çünki bu usul əvvəldən dediyimiz kimi təkcə kokləndirmək üçün deyil, həm də çoxaltmaq üçün istifadə olunur. Başlanğıcda etdiyimiz 2 pəncərə sayəsində indi özümüzə bu lüksü verə bilərik ki, tam ortadan kəsək və bir bitki əvəzinə eyni vaxtda 2 müstəqil bitki əldə edək. Bir budaqdan 2 meyvə ağacı. Bu ənənəvi usul əsl möcüzə deyilmi? Sadə, təbii və son dərəcə təsir. İndi də görüm, bu usulu bilirdin, yoxsa ilk dəfədir görsən? Əgər sənə faydalı olubsa, sərhlərdə yaz və meyvə ağacı olan biri ilə paylaş. Beləliklə bu bilik itməz. Böyük bir qucaq dolusu salamlar və növbəti videoda görüşənədək.